Havalar isinən kimi insanların ağlına gələn ilk dadlardan biri məhz dondurma olur. Xüsusilə yay günlərində həm sərinləmək, həm də xoş vaxt keçirmək istəyənlərin ən çox üst tutduğu məkanlardan biri isə Kərimin dondurmasıdır. Kərimin dondurması deyəndə yəqin ki, bu ad çoxlarına tanış gəlir. Hətta bunu deyim ki, bura bir neçə nəslin dad yaddaşına çevrilib. İllərdir insanların dadı damağında qalan bu ləzzət həm şəhər sakinlərinin, həm də Naxçıvana gələn qonaqların üst tutduğu istirahət məkanına çevrilib. Biz bu gün Ordubaddan Naxçıvana tədbirlərə gəlmişik öz kollektivimizlə. Burada bizim müəllimələrimiz, şagirdlərimiz iştirak edir. Mənim tələbəlik illərindən yadımda qalan Kərim əmin dondurması idi. O çox dadlı idi. Mən təklif elədim ki, uşaqları da gətirək, burada dondurma yeyək və Naxçıvanda istirahət eləyək. 20 ildir gəlirik, bu dondurmadan yeyirik. Çox dadlıdır. Məsləhət görürəm ki, hamı dadına baxsın. İlk dəfədir gəlirəm bura, dondurma yedim. Həqiqətən də çox dadlı idi. Kərim əminin dondurmasının adını eşitmişik, gəldik bura. 1987-ci ildən mən bu dondurmanı yeyirəm. Demək olar ki, bizim ağız tamımıza çox uyğundur, çox sevirik. Bizim demək olar ki, istirahət yerimizdir. İnsanlar bura yalnız dondurma yemək üçün yox, uşaqlıq xatirələrini yenidən yaşamaq üçün də gəlirlər. Kimisi ailəsi ilə vaxt keçirir, kimisi isə dostları ilə yay axşamlarının dadını çıxarır. Mövsümdə burada yaranan canlılıq isə məkanın şəhər sakinləri üçün necə xüsusi əhəmiyyət daşıdığını göstərir. 55 ildir bu sənatı işlədirik. Atamdan qalma sənatdır. Eyni reseptdir, elə atam qoyduğu reseptlə də biz gedirik. Təbii məhsullardan hazırlanır, süd məhsullarıdır, kərə yağıdır, şəkər tozudur, vanildir. Naxçıvana gələn qonaqların demək olar ki, əksəriyyəti gəlirlər. Sezonu başlamışıq may ayıdır, sentyabra kimi çəkəcəkdir. Buranın əsas fərqləndirici cəhətlərindən biri də ənənəvi dadın illərdir qorunub saxlanılmasıdır. Bura gələnlərin çoxu dondurmanın təbii və fərqli dadını xüsusi vurğulayır. Sadə hazırlanma üsulu, uzun illərin təcrübəsi Kərimin dondurmasını Naxçıvanın ən sevilən məkanlarından birinə çevirib. Çox gözəl dondurması var. Gəlsinlər, yesinlər, dadsınlar. Çox məsləhətdir. Təmiz, təbii süddən hazırlanır. Çox dadlıdır, yaxşıdır, keyfiyyətlidir. Yəni sevilən dondurmadır. Uşaq da buranı çox sevir. Xüsusilə onun istəyi ilə hər il, hər dəfə bura gəlməyə çalışırıq. Çox dadlı, ləziz, qulluğu da gözəl, həqiqətən yaxşı yerdir. Nənəm ilə Kərim əminin dondurmasını dadmağa gəldi. Həqiqətən də deyilənlər kimi çox dadlı idi. Nə vaxt Naxçıvana yolum düşsə, Kərim əminin dondurmasını dadmağa gələrəm. Zaman keçsə də Kərimin dondurmasına olan maraq dəyişmir. Bu məkan bu gün də öz ap-havasını yaşatmağa davam edir. Dəyişən zamanın içində burada dəyişməyən əsas şey isə insanların bu dada olan sevgisidir.